Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif dərs 3 olacaq uşaqlar. Bu dərsin izahını sizlərlə paylaşmaq istədim. Deməli, birlikdə bildiyimiz kimi uşaqlar ailədə fərqli çeşidlənmə baş verə bilər. Bildiyimiz kimi kimisinin bir qardaşı ola bilər, kimisi sadəcə oğlan uşağından ibarət ola bilər, kimisi sadəcə qız uşağından və yaxud da kimsə həm qız, həm oğlan ola bilər də, yəni evdə. Yəni hansısa evdə xala, bibi, dayı, əmi və s. də iştirak eləyə bilər. Bəzən əksər hallarda baba və nənə də olur və s. və s. uşaqlar. Bunları ümumiyyətlə hər bir ailədə fərqli çeşidlənmə mövcuddur. Bunu öncədən demək istədim. Məsələn, musiqiçilər ailəsi var, kimisi müəllimlər ailəsi olur. Əksərən ailə üzvlərinə nəsillikcə müəllim olaraq yetişirlər. Məsələn, mənim qohumum, mənim ana tərəfim məsələn hüquqşünaslardır. Yəni əksərən hüquqşünaslar, vəkillər, polislər, yəni bu cür tamamlamış. Təbii ki, müəllimlər də daha çoxdur, amma daha çox hüquqşünaslar kimi tamamlanırlar. Sonra uşaqlar onu qeyd edeyim ki, burada fəaliyyət növləri var. Fəaliyyətdə deyir ləvazimat, nömrələnmiş kartlar, marki və qələm ip yumağı sözlərin siyahısı. Məsələn, uşaqlar, bu fəaliyyət bu sinifdə edilə biləcəyiniz bir prosesdir. Mən əsasən biraz dərsdən, sonra da biraz tapşırıqlardan özünü yoxladan danışım və dərsi bitirəcəm. Yəni, qısa və net şəkildə izah eləmək istəyirəm. Bu öyrənmə və məktubdur. Bunu oxumaq məncə çətin deyil. Nənəsinə və babasına bir nəvənin deməli, göndərdiyi məktubdan və orada sinifdə hansı hadisələrdən baş verdiyindən söhbət gedir. Nəvə bunu nənə və babasına anladır. Müzakirə. Ailədə və sinifdə sizin hansı vəzifələriniz var? Uşaqlar, vəzifə nə deməkdir ümumiyyətlə? Vəzifə deyə nəyə başa düşürsünüz? Vəzifə odur ki, məsuliyyətdir vəzifə. Yəni, üzərinə düşən hər hansısa bir iş var və bu işi yerinə yetirməlisən. Yəni, bu sənin üzərinə düşən bir işdir və bu işi məsuliyyətli şəkildə yerinə yetirməlisən. Vəzifə budur. Bu vəzifələri yerinə yetirilməsi nə baş verir? Təsəvvür edin, sizin vəzifəniz ailədə məktəbə getmək, dərslərinə yaxşı çalışmaq, ailənizi qürurlandırmaqdır. Təsəvvür edin ki, siz ümumiyyətlə evdən qaçırsınız və ümumiyyətlə siz dərsə getmirsiniz. Və sizdən nə olar onda uşaqlar? Hər gün, məsələn, dərs adından çıxırsınız, top oynamağa gedirsiniz. Bu düzgün olar? Yox. Bir müddət sonra deyir, yalanın 40 gün ömrü olar. Başa düşürsünüz, 41-ci gün artıq yalan o məsələ olar. Yəni, nə olar? Bitər. Ona görə də öz üzərimizə düşən vəzifəmizi yerinə yetirməliyik. Çünki həqiqətən oxumaq o qədər gözəl bir hissdir, o qədər gözəl bir duyğudur ki, yəni biz necə insan həyata baxdıqda, təbiətə baxdıqda deyir nə gözəldir, yaz gəldi və s. Məhz bu yazı gözlərimiz vasitəsilə hiss edirik də daha çox, düzdür. Gözəlliyini gözlərimizlə görürük, düzdür. Təsəvvür edin ki, oxumayan, təhsil almayan, təhsilsiz və savadsız bir cəmiyyət, bir şəxs olmaq isə həqiqətən sanki o gözəl təbiətə qarşı kör baxışlarla seyr eləmək deməkdir. Ona görə də hər bir zaman dərslərimizə çalışmalıyıq. Bunu sırf bizim öhdəliyimiz üçün deyil, həm də sevərək etməliyik uşaqlar. Çünki yeni bir şey öyrənmək həyatda hər bir zaman bizə lazım olacaq. Nə olar onda uşaqlar? Vəzifəmiz yerinə yetirilməsə xaos çıxar. Təsəvvür edin ki, sizin işinizi başqası görür. Məsələn, təsəvvür edin, siz indi 2-ci sinifsiz, düzdür. Təsəvvür edin, evdə yeməyi ananız deyil də, bacınız deyil də, siz bişirirsiniz. Olar? Xeyr. Onda aləmi qatarsınız bir-birinə. Düzgün olmaz. Deməli, hər kəsin öz işi var. Az yaşlı uşaqlar məktəbə getməli, bir şeylər öyrənməli, evə gəlməli və ana atasının sözündən çıxmamalıdırlar. Düzdür. Müəllimlərin də tapşırıqlarına əməl etməlidirlər. Ana və ata da öz işlərində və uşaqlarınla qayğıkeş davranmalı, eyni zamanda ailəyə müəyyən büdcə vasitəsilə pul daxil etməlidirlər və s. və s. Bunu da hər bir zaman unutmayaq uşaqlar. Tapşırıq bu uşaqlar. Gəlin danışaq. Sualları cavablandıraraq şəkillərdə təsvir olunan qruplar haqqında danışın. Kim hansı vəzifəni yerinə yetirir? Gəlin baxaq. Sinif layihəsi, ailə şənliyi, voleybol komandası, uşaq orkestri.
Deməli, sinif layihəsində maketlər kağızdan maketlərin hazırlanması uşaqların üzərinə düşən budur. Ailə şənliyində üzərinə düşən odur ki, vəzifələr birlikdə yemək yemək üçün zamanında yeməyin hazır olması uşaqlar. Yəni burada ailə şənliyində bu nəzərə çarpır. Çünki ailə şənliyi ondan ibarətdir ki, birlikdə söhbət etmək, gözəl vaxt keçirmək, əylənmək, nahar etmək, yemək yemək və s. və s. Sonra voleybol komandasında vəzifə odur ki, oyunçular topu digər özlərinin deyil də rəqib komandanın meydançasında yerə çırpmaqdır və bu zaman voleybol qaydalarına əməl etməyi tövsiyə olunur. Sonra uşaq orkestrində burada musiqiçi qrupu mövcuddur. Bu musiqiçilərin işi ondan ibarətdir ki, orkestri idarə edən şəxsin musiqini ifa edərkən onlara uyğun melodiyaları ifa etmələridir. Özünüzü yoxlayın. Ailənin hansı yaxın qohumları olur? Ailənin xala, bibi, ana tərəfdən xala və dayı, ata tərəfdən bibi və əmi. Eyni zamanda əmi oğlu, dayı oğlu, xala oğlu, bibi oğlu, eyni zamanda onun qız versiyaları da, xala qızı, bibi qızı, dayı qızı, əmi qızı versiyaları da olur. Valideynlərin, müəllimlərin və şagirdlərin vəzifələri nədən ibarətdir? Müəllimlərin vəzifəsi uşaq sinifə daxil olarkən nizam-intizam qaydalarını şagirdlərin üzərində yerinə yetirmək və uşaqlara bilik öyrətməkdir. Şagirdlərin isə müəllimin qayda və tapşırıqlarından kənar çıxmamaq və dərsə qulaq asmaları. Hər kəsin öz vəzifəsini yerinə yetirməsinin bizim üçün əhəmiyyəti nədir? Onda iş və işlər daha yolunda gedə və xaos çıxmaz, qarışıqlıq yaranmaz. Belə uşaqlar. Ümid edirəm bu dərsi də bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşək uşaqlar. Hələlik.